Salam dostlar, axşamınız xeyir. Bu videoda sizə Date Picker user formu barəsində müəyyən məlumatlar çatdırmaq istəyirəm. Date Picker çox məşhur bir belə deyək formlu bir quruluşdur, bir strukturdur. Bu hansı ki bu tarix seçimində və s. bizə çox köməklik göstərir. Və bu Date Picker normalda VBA tərəfdə hazır olmur. Bunu sonradan özümüz düzəldirik. Bu hazırladığım Date Picker əsas iki nöqtəyə, yəni ya range üzərinə, necə ki səhifə üzərinə və yaxud da ki hər hansı bir başqa bir user forma deməli məlumatı ötürə bilir. Məlumat dedikdə söhbət nədən gedir? Təbii ki də bax bu gördüyünüz tarixlərdən, yəni seçilən tarixdən belə deyək söhbət gedir. Date Picker yəni user formunun ümumi quruluşu haqqında məlumat vermək istəyirəm. Tətbiqinə keçməmişdən öncə Date Picker əsas month və year-dan, yəni hansı ay və hansı tarixi göstərəcəyindən deməli burada həmin o seçimlər vardır. Aşağı hissədə əsas tarixlərin göstəricisi vardır, hansı ki ayın 17-sini default olaraq bu günü göstərir. Və ən sonda isə today düyməsi var, hansı ki başqa bir tarix seçildiyi zaman, misal üçün iyun ayı 2024 seçildiyi zaman artıq today hissəsində today'in tarixini yazır və düyməyə toxunduğumuz zaman isə həmin o səhifəni belə deyək quruluşu geri öz default dəyərinə qaytarmış olur. Həmçinin il seçimi edərək də başqa bir tarixə, başqa bir aya bu şəkildə baxa bilərik və ən sonda zaten hər hansı bir seçim edildikdə və tıklandıqda tarixə lazım olan nöqtələrə bu aparıb həmin o tarixi yazmış olacaqdır. Gəlin ilk öncə kod tərəfdə bunun necə işlədiyinə bir baxaq. Yoldaşlar, ümumiyyətlə Date Picker'ın kod tərəfi çox uzundur. Bunun üzərində durmayacaq. Burada çox qarmaşıq və müəyyən alqoritmik məsələlər var. Bu səbəbdən bura çox dayanmayacağım. Əsas məsələ Date Picker'ın iki yerdən açılmasına və belə deyək dəyərlərin ötürülməsinə baxacaq. Birincisi dediyimiz kimi xana üzərinə Date Picker'ın dəyərinin ötürülməsi və yaxud da ki ondan çıxan nəticənin xana üzərinə yazılmasıdır. Bunun üçün yoldaşlar ümumiyyətlə Date Picker user formuna köməkçi olaraq Date Picker modul adında bir modul yaratmışam. Hansı ki bu iki məsələni range üzərinə və yaxud ki form üzərinə dəyər ötürməni tənzimləyən bir moduldur və modulun daxilində iki dənə əsas sub prosedur vardır ki, bu sub prosedurun adları set, range, prop, yəni property mənasındadır. Yəni range-ə ötürmək üçün müəyyən belə deyək məlumatları bizdən istəyəcəkdir və həmçinin set uf isə user form üzərinə ötürüləcək məlumatları bizdən istəyir. Yoldaşlar, ilk öncə modula, yəni belə hansı bir xanaya bu Date Picker düyməsini işə salmaq üçün bir subprosedur yaratdıq. Bu subprosedurda əsas məsələ Date Picker.show təbii ki də. Lakin ondan öncə dediyimiz kimi bu Date Picker'ın dəyərinin hara ötürüləcəyinə dair məlumat ona verməliyik. Bu məlumat yoldaşlar, baxın, yuxarıda olduğu kimi call demişəm. Date Picker.modul .send Date Picker modulunun daxilindəki set range prop metoduna harada iş görəcəmsə, yəni hansı workbookda iş görəcəmsə onun adı, hansı səhifədə görəcəmsə onun adı, hansı sətir və sütunda görəcəmsə onun nömrəsi bu şəkildə bəri başdan, yəni işin ilk başından bütün sistemə tanıdılır. Və daha sonra isə Date Picker göstərilir və ondan sonra edilən seçim artıq bizim verdiyimiz dəyərlərə uyğun olaraq gəlir səhifə üzərinə deməli yansımış olur. Gəlin baxaq, Date Picker deyirəm, seçirəm. Hər hansı bir tarixi seçib tıkladığımızda isə həmin o tarixi gətirir bizim üçün lazım olan nöqtəyə ötürmüş olur. Bu yoldaşlar range, yəni hər hansı bir range-ə, hər hansı bir deməli workbookda, worksheetdə və range-də hər hansı bir xanaya ötürülən məlumat idi. Bəs yaxşı bu user formun üzərində hər hansı bir controlsun valuesuna necə ötürmək olar? Gəlin buna baxaq. Hər hansı bir yenə eyni qaydada modulda olduğu kimi əsas məsələ bizim üçün nədir? Date Picker .show'dur. Təbii ki də bu əsas göstərən deməli məlumatdır ki, Date Picker'ı göstərir. Lakin ondan qabaq biz təbii ki də sistemə tanıtdırmalıyıq ki, biz bu Date Picker'ı nə üçün istifadə edəcəyik? Nə üçün istifadə edəcəyik? Mən deyirəm ki, me. Yəni me nə deməkdir yoldaşlar? Bax, hazırda bu user form üzərində bu text box içərisinə tarix ötürəcəyimiz üçün mən birbaşa elə user form 1 yazmaq əvəzinə me yazmağım kifayət edir ki, yəni mən buna user for deməli Date Picker modulunu bu
yəni user form 1 formunda deməli istifadə edəcəm. Onun içərisində nədə istifadə edəcəm? Text box 1. Yəni bax bu text box 1-in adı. Yavaşca gəlin bunu da işlədək. Call deyirəm, deməli run deyirəm və məndən deməli tarix gözləyir. Tarix sütunu üçün belə bir düymə var. Gəlirəm hər hansı bir tarixi seçirəm. Seçdiyim anda həmin dəqiqə seçilən tarixi bizim üçün bu date picker'ın, daha doğrusu text box'ın içərisinə date picker yazmış olur və bundan sonra geri qalan proseslərinizə davam edə bilərsiniz.